Çünki aləmlərin Rəbbi Quran-ı Kərimdə müsəlmanlara müraciət edərək soruşdu ki, Allahu xeyrun əmmə yüşrikun. Allah mı daha xeyirli və yaxşıdır, yoxsa şirk qoşduqlarınız? Vallahi insan digər cavabların olmasından utanır. Çünki Allah Subhanahu taala yerlərin və göyün ağasıdır. İlahun ma'allah. Allahla yanaşı digər ibadət olunanlar, haqqı olan varmı? Vallahi digər cavab verənlər cavab versin. Çünki yoxdur. Kimsənin haqqı yoxdur ki, ona səcdə olunsun. Allahla yanaşı zikr olunmağa haqqı olan varmı? Allahla yanaşı səcdə olunmağa haqqı olan varmı? Dizlərin qarşısında bükülməyə haqqı olan varmı? Allah mı daha xeyirlidir? Yoxsa şirk qoşduqlarınız? Yoxsa qəbirlər və daşlar? Yoxsa dinarın, dirhəmin qulları və kölələri? Yoxsa malın, mülkün kölələri? Yoxsa işinin, gücünün kölələri? Namaz qıla bilmirəm işdə icazə verməyənlər deyənlər. Vallahi insan utanır digər cavabların olmasından. Çünki ya Allah Subhanahu taala şərəfli kitabında dedi ki: "Və mə qadarullaha haqqa qadri." Digərlərini eləyənlər Allah Subhanahu taalanı layiqincə qiymətləndirə bilməyiblər. Allahın yerin və göyün ağası olduğunu bilmirlər. Allahdan başqa bir vəlinin olmadığı bir gün üçün hazırlaşmağı lazım olduğunu bilmirlər.